Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümidvaram hər biriniz yaxşısınız. Bugün bir neçə kargomun açılımı videosunu sizlərlə çəkib paylaşıram. Sizdə necədir qızlar? Sifariş etdiyiniz kargolar tez gəlir. Məndə təxmini 13-14 günə gəlir. Bu daha öncələr belə değildi. Son vaxtlar biraz kargolarda gecikmə var. İndi isə gəlin açaq baxaq karqonun içində nələr var. İlk öncə belə bir fen sifariş vermişdim. Bunun qiyməti əslində 48 manata idi. Mən bunu endirimlə 37 manata almışam. Çox keyfiyyətli fendir, artıq işlədirəm. Əslində bu qədər keyfiyyətli olmağına inanmırdım. 2 funksiyadan ibarətdir. Görünüşü də gözəldir və içində işlətdiyin zaman içərisində mavi rəngdə işığı yanır. Qablaşdırılması da xoşuma gəldi və içərisində belə ikili dəst şəklində daraq hədiyyə qoymuşdular. Bu isə hidroliz olunmuş kollagendir. Alın qırışları üçün nəzərdə tutulub. Qutunun içərisində 10 ədəd var. Yatmazdan əvvəl alına uyğulanır. Və mən bunu ilk dəfə də almışam. Qiyməti isə 10 ədədinin qiyməti 3 manat 43 qəpiyə idi. Bu isə makyaj süngəri saxlama qutusudur. Bir ədədinin qiyməti 1 manat 59 qəpiyə idi. Bu isə divara bərkidilə bilən plastik rəfdir. Mən bunu fenimi asmaq üçün almışam. Bir ədədinin qiyməti 3 manat 37 qəpiyə idi. Burada isə montaj olunmuş halıdır. Və bu kargomun içərisində bəzi şeylər vardı. Onları çəkib paylaşmadım. Onlar da çox keyfiyyətli idi və indi isə keçirəm artıq ikinci karqoma. Bu alət mətbəx çanağı üçün nəzərdə tutulub və bunu heç bəyənmədim. Demək olar ki, heç işlətmədim. Qiyməti isə 1 manat 93 qəpikə idi. Bu isə unitaz qapağı üçündür. Bunun qiyməti 2 manat 90 qəpikə idi. Bu alət isə üst təmizləyicidir. Bunun qiyməti 2 manat 16 qəpikə idi. Bu isə saç üçün lif tozudur. Bunun qiyməti 10 manat 44 qəpiyə idi. Bu isə stol örtüyüdür. 6 ədədinə 28 manat 44 qəpiyə vermişəm. Çox yumuşaq və keyfiyyətlidir. Rəngi isə bej rəngidir. Bu isə fərdi qablaşdırılmış dekokasiya kisələridir. Bunların içərisinə istədiyimiz bitkiləri, çayı və ədviyyatları əlavə edib istifadə edə bilərik. Mən çay üçün almışam. Mən ilk dəfədir almışam. İçərisində 100 ədəd var idi və qiyməti 3 manat 86 qəpiyə idi. Qiymətləri isə ölçüsünə görə dəyişir. Mən sifariş etdiyim eni 6, uzunluğu isə 9 cm olanındandır. Bu isə meyvə və tərəvəzlər üçün nəzərdə tutulmuş özək çıxarıcıdır. Materialı paslanmaz poladdandır. Qiyməti isə 2 manat 55 qəpiyə idi. Bu isə saç üçün nəzərdə tutulmuş saç klipsləridir. Paketin içində 6 ədəd var idi. 6 ədədinin qiyməti 2 manat 34 qəpiyə idi. Bu isə məşhur Tom və Jerry çap dizaynı olan tişörtü 100% pambıqdandır və razmeri XS-dir. Qiyməti isə 19 manat 33 qəpiyə idi. Materialını da çox bəyəndim. Çox yumuşaqdır və bu kargoda da bəzi göstərə bilməyəcəyim şeylər var idi. Onları göstərmədim və aldıqlarım bunlar idi. Mənə ən böyük dəstəyiniz
Videomu bəyəndinizsə yaxınlarınızla bölüşməyi, kanalıma abunə olub videomu bəyənib şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hələlik.